bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Salam, xoş gördük hər birinizi. Bugün Şərqiyə Seyidovanın növbəti kitabının təqdimatıdır. Kitab Heydər Əliyevin 102-ci il dönümünə həsr olunubdur. Əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyev haqqında çox danışa bilərik. Biz onu öz həyatımızda, öz yaşadığımız dövrdə gördük. Türklər demiş, nə mutlu bizə ki, biz o cür liderimiz oldu. 93-cü ildən 2003-cü ilə qədər. Şərqiyə xanım da onun haqqında bu kitabda fikirlərini yazıbdır. Yəni demək istədiyim odur ki, Şərqiyə xanımın yazdığı ümumi biz Azərbaycan xalqı olaraq hər birimizin qəlbindən keçən sözlərdir. Mən istərdim ki, indi tədbirimizi açıq elan edək Azərbaycan himni ilə. Şəhidlərimizi yad edək. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçıları, bugün dəyərli yazarımız Şərqiyə Seyidovanın növbəti kitab təqdimatına toplanmışıq. İndi isə gəlin Şərqiyə xanımın tərcümə halına tanış olaq. Şərqiyə Seyidova Əvfət qızı Şəki şəhərində doğulub, uzun müddətdir ki, yaradıcılıqla məşğuldur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Şeir və məqalələri Respublika mətbuatında müntəzəm olaraq dərc olunub. Həqiqət Bürcü qəzetinin təsisçisi və baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Əvvəllər xatirə kitabı, Unikal, Haqqın Səsi, Sabah, Sahil qəzeti redaksiyasında işləyib. Sıravi müxbirliklə baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
ədəbi və jurnalist yaradıcılığına görə iti qələm, qızıl qələm, xalqın nüfuzlu ziyalısı, Azərbaycan bayrağı, Xan qızı Natəvan, İlhamlı Azərbaycan, Xarı Bülbül medalları ilə tərtib olunmuşdur. 2020-ci ildən və 2024-cü ildən Şəki kənd 1-ci seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülüb. Şanlı Azərbaycan televiziyasının təşkilçisi və prezidentidir. Bu vaxta dək mən həyatda olmayanda sən qabiliyyət nəğməsisən. Bu xalqa xilas bəxşi. Türkiyə-Azərbaycan böyük qardaşlıq əlifbası. Türkiyə-Azərbaycan bir ürəkdə iki can. Boşa gedək bu yolu biz. Közərən ümidlər, tənha canavar, sönməyən məhəbbət, dərya və dünya, böyük Azərbaycanlı, Azərbaycan torpaqlarının təsəbbüh keşçisi, xalqın ümid işığı, dövlət bahadırı, layiqli davamçısı, böyük qurucusu sönməz silahdaş, vəfa borcu, ömürdən ləçəklər, sevgi çələngi, ömrün zəfər dastanı, məni dərdə salıb getdim. Əsrin dahilləri, bir incim, günəşim mənim, Azərbaycanım mənim, sən ant yerim, anam mənim, xalqın mehribanı, birincim, əsrin dahisi, İlhamlı Azərbaycan, zəfər dastanı, tarix yazan prezident, İlhamlı, şanlı Azərbaycan, dünyaya səs salan lider və Azərbaycanın xilaskarı kitabları nəşr olunub. Müəllifin kitabı oxucularla növbəti görüşüdür. Biz də Şərqə xanımda kitabımız. İndi isə ehtiyatda olan tibb xidməti mayoru, vətənpərvər şair İlham Vəliyeva söz verilir. Şərqiyə, çox sağ olun. Salamlayıram mən də təbrik etmə salamını. Şərqiyə xanım, mən sizi təbrik edirəm sizin bugünkü yeni nailiyyətinizlə bağlı. Bu il Azərbaycanda ümummilli lider Ulu Öndər Heydər Əliyevin 102-ci il dönmək böyük izdihamla qeyd olundu və Azərbaycana Xilaskarı kitabının təqdimat mərasimi keçirilir. Mən salamlayıram bütün yazılar birinin rəhbərliyini, kollektivinin üzvlərin, şəhid anasını, bütün burada iştirak edən ziyalıları, müəllimləri, qaziləri, hamıza can sağlarınız olurlar ki, belə bir ədəb-bədii məclisdə iştirak edirsiniz. İnşallah uğurlarınız daha da çox olsun. Bir qısa, biraz mən onu qeyd edeyim ki, Ulu Öndər Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycanın mənafeyini həmişə üstün tutmuş, yüksək vəzifələrdə çalışmışdır. 1990-cı ildə 20 yanvar faciəsi törədiləndə Azərbaycanda o vaxt o ilk olaraq öz iradını bildirmişdir bu soyqırıma qarşı və 1993-cü ildə Azərbaycan xalqının istəyi ilə, təkidi ilə yenidən hakimiyyətə qayıtmışdır və qardaş qırğınının qarşısına alınmışdır və böyük qurtuluşa nail olmuşdur. Birinci Qarabağ müharibəsindən sonra 1994-cü ildə ilk atəşkəsə nail olmuşdur və Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Ali Baş Komandanımız aprel döyüşlərində, Vətən müharibəsində, antiterror əməliyyatlarında böyük müzəffər ordu lideri kimi qəhrəmanlıq göstərərək dünyaya sübut elədi Azərbaycanın gücün, qüdrətin, Azərbaycan xalqı Ulu Öndərin Heydər Əliyevin davamçısı İlham Əliyevin dəmir yumruğunun əhatəsində sıx birləşdi, torpaqlarımız azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu, suverenliyimiz bərpa olundu. Biz buna görə Cənab Ali Baş Komandanımızın minnətdarlığını bildiririk. Sonra şəhid ailələrinə, qazi ailələrinizin minnətdarlığını bildirir. Azərbaycan ordusuna öz minnətdarlığını bildirir ki, belə qəhrəman övladlar dünyaya gətirdilər, torpaqlarımız azad oldu və biz tərəqqiyə nail olduq. Bundan öncə də Şərqiyə xanımın kitabları çox çıxıb, birində mən iştirak edilmişdim, dünyaya səs salan lider. Bu da Cənab Ali Baş Komandanımız həsil olmuşdur. Mən sizə Şərqiyə xanım uğurlar arzulayıram. İnşallah bundan sonra bu nailiyyətlərə çox olsun və mən çıxışımızı bir dənə vətənimizə şeirlə davam etdirmək istəyirəm. Gözümün ağı ana, qarası da vətəndir, bəzən ürək odlanar, insan bilmir nədəndir. Gözün nuru azalsa, məhəbbəti azalmır, insan özü qozalsa, ürək sevir, qozalmır. Dilim tutmasa heç söz, ürək dinər danışar, getsəm qurban, yumsam göz, vətən yanar, alışar. Axıtsam tərazdır bil, ana vətən sevməyə, qışdan sonra yazdır bil, vaxtım yoxdur ölməyə. Olsam qürbətdə əgər, küsər vətən gəlməsəm, onda vətən inciyər, mən salam göndərməsəm. Daim sevin, daim gül, yanar ulduz sönməsin, səndən inciyər bülbül, oxunsa dinlənməsə, olsan susuz lap sən aç, demə vətən görməsin, səndən inciyər ağac, meyvəsin sən dərməsən. Bil ki, uzansa ömrün, vətən sevgin uzanar, necə şam demir sönüm, sönsəm ömrüm dayanar. Çox sağ olun. Çox sağ olun. İndi isə mən istəyirəm sözü şəhid Elvinin anası Bahar ana buradadır.
Bahar Anaya. Ben de hər birinizi salamlayıram. Çox sağ olun, məğrurun təklif buyurmuşsunuz. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Burada olan dəyərli oğullar, dəyərli qızlar, mən buradaşların əksəriyyətini tanıyıram. Allah hamımızın işini avand eləsin. Həqiqətən 5 ildir mən sizin hamınızı necə özümü tanıyıram, siz də eləsini tanıyıram. Mehriban xanım, Lahər xanım. Dəyərli burada oğullar, qızlar. Allah sizin həmişə şüzavand eləsin. Şəhid balalarımızın məkanı cənnət olsun. Şəhidləri sevənləri Allah sevsin. Allah hər birinizin şüzavand eləsin. Mənim dəyərli qızım. Şüzavand olsun. Daim adınız, işiniz yüksəklərdən gəlsin. Mən də hər birinizi təbrik edirəm. Şüzavand olsun. Mənim dəyərlilərim, ürəklərim. Burada Nəzakət xanım var. Hamısını tanıyıram buradakilərim. Çox sağ olun. Hər birinizi öpürəm, bağlıma basıram. Çox sağ olun. İctimai Birliyinin fəxri üzvü, Qızıl Qələm mükafat laureatı, vətənpərvər şair Nazlı Yazar xanıma söz verir. Öncelikle beni böyle bir güzel tədbirə dəvət etdiyiniz üçün və çıxış üçün söz verdiyiniz üçün sizə öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Gözəlim Şərqiyyə xanım, bizim üçün belə bir gözəl tədbirdə çıxış etmək, nitq söyləmək həm fəxirlidir, həm də qürur verici haldır. Belə ki, hər birimiz gözəl bir şey qarşıdan necə bir gözəl gün, qurtuluş günü gəlir. Heydər Əliyev haqqında nə qədər danışsaq, nə qədər yazsaq, inanın ki, azdır ki, azdır. Və onun haqqında müxtəlif natiqlər, müxtəlif nitqlər söyləmişlər. Ancaq deyərdim ki, elə Ulu Öndərin haqqında ən gözəl nitqlərdən birini də onun siyasi kursunun davamçısı Dəmir yumruqlu, 44 günə zəfər qazanan müzəffər ordusuyla, şəhidləri ilə, müzəffər ordusuyla, qaziləri ilə bir yerdə zəfər qazanan Cənab Ali Başkomandan hörmətli prezidentimiz İlham Əliyev olmuşdur. İlham Əliyev deyib ki, müasir Azərbaycan Heydər Əliyev həyatının, amalının təntənəsidir. Və keçən il elə Qurtuluş günündə təşkil olunmuş bir tədbirin həm aparıcısı, həm şairi olaraq bir şeir yazmışdım, onu orada səsləndirdim. Deyim ki, bu şeir orada da çox dəyərləndirildi, alqışlandı. İnanıram ki, bu şeiri burada da dedikdə siz də bəyənəcəksiniz, siz də alqışa layiq biləcəksiniz. İzninizlə həmin şeiri burada sizinlə bölüşürəm. Qurtuluş gününə imza atan xalqın xilaskarı Elin Ərənoğlu imzasıyla bir tarix yaşadan Ulu Öndər Əlizoğlu Heydər Əliyev cənablarına ithaf etdiyim Qurtuluş günüdür bugün təqdimdə adlı şeirim. Müəllif vətənpərvərlər Qızıl Qələm mükafatlısı laureatlı Jurnalistlər Birliyinin üzvü vətənpərvər şair Nazlı Yazar. Xəyalən getdim mən həmin illərə, hərc-mərclik illəri yaman illərə, qardaş qırğını edirdi tüğyan, güllə səsləri isə vermirdi aman. İlahi, ilahi bu nədir, nələr baş verir? Kimlər özlərini şahənşah görür, dövlət təhlükədə, kimi cənubda, kimi Gəncə qərbdə xəyal qurub da yeni xanlıq yaratmaq istər, dövləti paramparça didmək istər. Hər kəsin ağlında bir mayak vardı, çox keçmədi mayak, imdada vardı. Gərək idi xalqa güclü xilaskar, hər sözü, söhbəti, ötkəm xilaskar. Xalq birliyi dedi, gəlsin o öndər, Əlizoğlu nər, o Ulu Heydər. Gəldi, gəlişi ilə sabitlik gəldi. Çöhrələr gül açdı, sakitlik gəldi. Pərakəndə ordu, müzəffər oldu, illər keçdi ordu. Qaliblə oldu. Bakı, Tiflis, Ceyhan müqaviləsi əsr qarantıdır, əsr müqaviləsi. Xarici investor ona inanıb, Öndərlə bağladı müqaviləsin. Tarixə yazdı o Öndər imzasın, tarixdən silinməz Heydər imzasın. Elə bir siyasət yürütdü inan, adıyla gəldi o qətiyyət, inan, tarix. Tarix 100 ildə bir yetirir belə, tarixi şəxsiyyət, uca varlığı nə qədər yazsaq da ondan bir hələ yazılmamış qalır.
kitab varlığı, o ilk hakimiyyət illərində də, müstəqil dövlətin illərində də elmə və təhsilə önəm verirdi. Elm xilas edəcək, xalqı deyirdi. Qurdu o bir zəkalı yeni dövləti, dosta dost, düşmənə bir sərt dövləti. Bu gün zəfərdə də onun payı var, zəfər bünövrəsi adıyla parlar. Qartal baxışlıydı, iti zəkalı, xalq xilaskarıdır, budur amalı. Qurtuluş günüdür bugün təqvimdə, xilas oldu xalqım düz seçimində. Bu gün bayrağın da gür dalğalanır. Şuşa, Xocalıda, Xanın kəndində nazlı yazar baxıb bundan zövq alır. Ulu öndər varsız şeir bəndində, sizin dühanız şeirə sığmaz, əsərə, dastana, romana sığmaz. Nəroğul ilhamı unutmaq olmaz. Sizin o qələmlə yazdı zəfəri, irəlidə gözlər İrəvan səfəri, irəlidə gözlər İrəvan səfəri. İzninizlə Şərqə Seydovanın qələmə aldığı vətənpərvər haqqında şeirlərimizi səsləndirək. Əbədi yaşayacaqdır, adın bizim qəlbimizdə. Sənə böyük məhəbbət var, sədaqət var bugün bizdə. Qürur duyduq səninlə biz, sən dahilər dahisisən. Azad etdin yurdumuzu, sən qəhrəman ər kişisən. Sən bu xalqın at yerisən, sən bu xalqın ümid yeri. Sənin dəyanətin ilə xalq unutdu dərdi səri. Sənin məhəbbətin ilə qaranlıqdan çıxdı bu xalq. Sənin sədaqətin ilə dərd dağını yıxdı bu xalq. Azad olduq hamılıqla, başımızın üstə durdun. Bəxtəvərdir sənin xalqın, bəxtəvərdir ana yurdun. Hamımızın atasısan, vətən fəxr etdi səninlə. Müdrik kimi davrandın sən, bağır yırtdın düşməninlə. Nümunəsən ölkələrə, hamı sənə əhsən deyir. Sənin sayəndə bu millət, bu xalq rahat çörək yeyir. Əbədisən məşər kimi, şölələndin zirvələrdə. Sənin gücün qüdrətindən pay götürdük pərdə-pərdə. Çox sağ olun. İndi isə sözü veririk Mehriban Abdullayeva, Demokratik Azərbaycan, Demokratik Cəmiyyət bağışlayın və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri hüquqşünas Mehriban xanım. Hamını xoş görmüşük, əziz dostlar, var olasınız. Mən təbrik edirəm Şərqə xanımı çıxan kitabı ilə. Neçənci kitabdır? 56. Axırıncı olsun. 57-də Gəlavaya gəlir. İnşallah xeyirli uğurlu olsun. Gözəl bir günə toplanmışıq bu günləri. Ulu öndərimizin 102 illiyi, qarşıdan da 28 may Respublika günümüz gəlir. Bayram münasibətilə hamımızı təbrik edirəm. Maşallah hər zaman deyirəm ki, may ayı bayramlar ayıdır. Bayrama qarışıb, gözəl günlərimiz həmişə çox olsun qoy. Bu bayramı bizə yaşadan şəhidlərimizdir. Qarşılarında baş əyirəm, Bahar ananın qarşısında baş əyirəm. Bizim qazilərimizdir. Bu günləri biz əgərləri Ali Baş Komandanımızın bir yumruq altında xalqımız birləşməsəydi, müzəffər ordu birləşməsəydi, torpaqlarımız işğaldan qurtarmasaydı, əlbəttə ki, biz bu sevinci yaşaya bilməzdik. Ona görə yaşasın Azərbaycan, yaşasın prezidentimiz, Ali Baş Komandanımız, Azərbaycan var olsun, Azərbaycan xalqının həmişə keyfi kök olsun, ürəyi açıq olsun inşallah. Bugünkü kitabımız Heydər Əliyevin 102 illiyi ilə bağlıdır. Gözəl bir kitab da ərsəyə gəlibdir. Bu kitabda mənim bir kiçik yazım da gedibdir. Bununla qürur duyuram, fəxr edirəm. Heydər Əliyev haqqında söz demək bizim üçün fəxarətdir əslində. Çünki mən özüm Heydər Əliyevi çox kiçik yaşlarından tanıyıram, bilirəm. Hərdən elə şeylər var ki, adam onu deməyi olmaz deyirlər bəlkə də. Amma bununla qürur duyuruq ki, o bizim babamız olub, əmimiz olubdur. Bu günləri onun gözəl qoyduğu yolu, siyasət yolunu Ulu öndərimizin davamçısı Cənab İlham Əliyev böyük qürurla yerinə yetirir və o yolu davam elətdirir. Ona görə bugün Azərbaycan yüksəklərdədir, yüksək zirvələrə addımlayır. Bu günləri artıq hər zaman sınadılmış Azərbaycan yox, sözünü şax deyən, şux deyən Azərbaycan var, onun böyük bir lideri var. Bu günləri dünyaya meydan oxuyan Türk Birləşmiş Dövlətləri Azərbaycanın ilk sıralarda olmağı, Türkiye'nin bir addımlayıb
Türk dövlətlərinin bir yumruq altında birləşməsi, dünyaya, hegemon dövlətlərə meydan oxuması çox gözəl bir şeydir. Artıq bu günləri biz deyək ki, tapdaq altında qalmış torpaqlarımız deyil, əzilmiş xalqımız, köçkün halında yaşayan xalqımız deyil, yenidən qurma işləri getdiyinə görə insanların dədə-baba torpaqlarına köçürülməsi, insanların orada yurt salması, dədə-baba torpaqlarının abidələrinin bərpa olunması, üzə çıxarılması, şəhidlərimizin əbədi yaşaması, bax bununla qürur duyuruq. Bu günləri artıq biz vətənə gəzməyə gediriksə də artıq elimiz, obamız yaşamağa köçür. İllərdir bunun sevincini yaşayırıq ki, biz artıq vətənimizdə qaçqın deyilik. Biz artıq vətənimizdə köçkün deyilik. Bu günləri Azərbaycana gələn qonaqların elə bilirdilər ki, Azərbaycan bir tapdanmış, ölmüş, əzilmiş bir dövlətdir. Ancaq onlar gəlib gördülər ki, Azərbaycan, qoskoca Azərbaycan müharibədən çıxdı və öz külündən doğdu, törədi və böyük yeni bir Azərbaycan yaratdı. Ulu Öndərin hələ 94-cü ildə insanların xahişi ilə hakimiyyətə gəlməsi, neft kontraktlarının Azərbaycana gətirilməsi, mən hər zaman deyirəm, o filmlərdə də var, sənədli filmlərdə də qalıbdır. Bir tərəfində Amerikanın oturmağı, böyük держavaların bir tərəfində İngiltərənin oturmağı, böyük neft kontraktlarının Azərbaycanda bağlanması, Azərbaycanın iqtisadiyyatının yüksəldilməsi, ordunun gücləndirilməsi bu günlər Azərbaycanı ayaq üstə saxladı. Və bugün biz qürur duyuruq ki, bizim belə ulu öndərimiz olubdur. Onun davamçısı Heydər Əliyevin gözəl davamçısı olan İlham Əliyev cənabları var. Birinci vitse-prezidentimiz Mehriban Əliyeva ilə işğaldan qurtarmış torpaqlarda gəzirlər, açılışlar eləyirlər. Bunu hər birimiz görürük və yeni tapşırıqlar verilir. O kiməsə arxain olmur. O tapşırığın versə də yerində özü tapşırığını yoxlayır, özü nəzarətində saxlayır. Bu nə qədər qürur vericidir. O bir prezident kimi prezidentdir və Azərbaycanın bir vətəndaşı kimi də o məsuliyyəti bir vətəndaş olaraq da gedir, görür və onun deyir ki, tapşırığının yerinə yetirilməsini və insanlarla bir o, deyək ki, arzuna, kamına çatmağının sevincini yaşayır. Bəli, o da bizim kimi bir insandır. Onun bu günləri, onun özü də, ailəsi də Azərbaycan üçün dimdik ayaq üstədir. Qürur duyuruq. Yaşasın Azərbaycan, yaşasın prezidentimiz, yaşasın Ali Baş Komandanımız, yaşasın xalqımız, millətimiz, qoy üç rengli bayrağımız daim dalğalansın. Şərqiyə xanım, bir daha kitabınız xeyirli uğurlu olsun. Sizə can sağlığı arzu eləyirəm. Arzu eləyirəm ki, bu kitabların sayı çox olsun inşallah. Bax, bu tarixdir. Bu yazılan kitablar tarixdir. Hər birimizin yazdığı bir söz, dediyi bir söz Azərbaycanın bugündən sabahına olan bir tarixdir. Təşəkkür eləyirəm, uğurlarınız bol olsun, yazaq, yaradaq. Azərbaycan üçün də sizin də uğurlarınız bol olsun. Təbrik edirəm bağrıma basıram. Bizim təşkilat olaraq sizə kiçik bir hədiyyəmiz var. Kiçik bir hədiyyəmiz var sizə. Uğurlarınız bol olsun. Can sağlığı arzu edirəm. Biz uzun illərin dostuyuq Şərqiyə xanımla. 20 ildən çoxdur. Bu yolu addımlayırıq. Usanmadıq, bezmədik, dayan demədən bu yolu gəldik. Şükür, Allahın bir kəlamı var ki, addım attığın iz boş qalmaz inşallah. Nəyin üstünə gedirsənsə, onun geci var, tez var, sən ona nail olacaqsan. Uğurlarınız bol olsun, təbrik edirəm, öpürəm, bağrıma basıram. Hər kəsə də təşəkkür edirəm. Sağ olun. İndi isə sözü verirəm Vətənimiz Azərbaycan sayəsinin baş redaktoru Kamran Orucova. Buyurun. Değerli dostlar, hürmetli Şərqiyə xanım, hər şeydən öncə izin verin ki, bu gözəl kitabımız münasibətilə doğrudan da çox değerli və bütün insanların qibtə elədiyi bir değerli kitabdır. Biz Heydər Əliyev haqqında saatlarla bütün gün ərzində danışa bilərik. Amma bizim, yenə deyirəm, hüququmuz çatmır o böyük insan haqqında danışmaya. Sadəcə onun haqqında müəyyən fikirlər deyə bilərik. O elə bir insandır ki, bütün 7 yaşından 77 yaşına kimi bütün insanlar bilir ki, onun dəyəri, qiyməti necədir. Mən əslən Qubadlı rayonundanam. Bizim yaxın qohum 30 il bu Heydər Əliyevlə işləmiş adamdır. Sparkomun sədri, birinci katibdir. O deyirdi ki, dünyasını dəyişib, o deyirdi ki, heç vaxtı Qarabağ indiki kimi Azərbaycanlı olub. Yəni, Sovetlər dönəmində də
o Qarabağın deməli 11 büro üzvü olub, ondan ikisi cəmisi Azərbaycanlı. Qalan hamısı, yəqin o bölgədən olan insanlar bilir, qalan hamısı yenə də elə o lənət olmuş bizim mənfur düşmənlərdən ibarət olmuş insanlar. Heydər Əliyev Azərbaycanın böyük bir siyasətçisi, dünya üzrə nə qədər Azərbaycan var, ulu öndər var. Bunu hamımız dəqiq bilirik. Mən qısa və lakanik danışmağı xoşlayıram. Bütün bu iclasımızın protokolları bizim informasiya agentliğine gedəcək, 3 dənə saatdə gedəcək və bu gözəl kitabların ərsəyə gəlməsi münasibətilə gördüyünüz bu açıqca məxsusi bir dövlət hökumətin bütün atributu gerbi olan bir açıqcadır. Biz bunu hörmətli Şərqiyə xanıma yazdırmışıq, daha doğrusu tövsiyələrlə və bunun içərisində o gözəl xanımın şəkli və kitabın ərsəyə gəlməsində Heydər Əliyevin 102 illik münasibəti ilə tərtib olunursunuz. Hörmətli Şərqiyə xanım, Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş 26 may 2025-ci tarixində Azərbaycan Xilaskarı kitabının təqdimatına görə tərtib olunursunuz. Ümid varam ki, elə sizin ön sıralardan bir yerdə olacaq. Çünki burada Azərbaycanın bayrağı, gerbi və təbrik edirik. Təbrik edirik sizi, uğurlar arzulayırıq. Daim belə işgüzar olasınız. Bu gözəl insan haqqında, dəyərli insan haqqında sizin həmişə fikirləriniz bizim üçün önəmli. Buyurun. Teşekkür ederim. Lütfen. Çok sağ olun. Çok sağ olun Kamran müəllim. Teşekkür ederim sizə. Azərbaycan Yazıçılar Birliyinin üzvü BM klubun üzvü, yazıcı publisist Nəzakət Əhmədovaya söz verilir. Bir daha şəhid anası Baharı qarşısında baş əyirəm. Bütün şəhidlərimiz Allah rəhmət eləsin, məkanları cənnət olsun. Mehriban xanım, siz çox geniş danışdınız, mən danışmalı şeylərdə danışdınız. Ona görə də mən qısaca danışacağım. Bu Şərqiyə xanımın növbəti kitabının təqdimatına yarışmışıq. Mən çox qürur duyuram ki, bu cür gənc xanım bu boyda əsərlərin müəllifidir. Şərqiyə xanım, mən sizə uğurlar arzulayıram. Axırıncı olsun, axırıncı kitabınız olması. Mən elə görürüm ki, sizdə elə potensial enerjiniz çoxdur və növbəti kitabların təqdimatına yetişəcək. Mən bir daha təşkil iştirakçıları təbrik edirəm və çox gözəl vaxtdır ki, biz Respublika günü ərəfəsində bu tədbirə toplaşdıq. Bir daha hamınızı qarşıdan gələn Respublika günü münasibəti ilə təbrik edirəm. Hamınıza möhkəm can sağlığı və uğurlar arzulayıram. İndi isə Azərbaycan Kazaklar İttifaqının Sumqayıt okrugunun rəisi Yusifov Hidayət müəllimə söz verilir. Buyurun Hidayət müəllim. Teşekkür ederim Zahra. Şərqiyə xanım, sizə də uğurlar arzulayıram. Azərbaycan Kazaklar İttifaqının atamanı General Leytenant Samirov Sergey Valentinovich adından tədbir işçilərini salamlayıram. Bizim burada 1-ci Qarabağ döyüşçüləri iştirakçıları var. Anamız burada, şəhid anamız burada iştirak edir. Ulu öndərimizin Azərbaycanın deyərdim ki, hər qarışında izi var, sözü var və yapılan işlər var. Onun ideyaları, onun tərkibləri və mən bu danışılan söhbətlərə qoşulub Azərbaycandan kənarda ulu öndərin gördüyü işləri qeyd eləmək istəyirəm. Mənim gənc vaxtlarıma düşüb ulu öndərin 93-2003-cü illər mövsümü. Dünyanın hər yerini gəzdikdən o böyük liderlər bizim ümumi liderimizi qarşılayıb. Həmişə də mən izləmişəm onun çıxışlarını. Həmişə də indi fikir verirsən, bəzi prezident gəlində onu içəri keçib gedir kimsə. Amma bizim ulu öndəri qapıda qarşılayıblar. Və ulu öndərin o dövrdə qoyduğu ideyalar, təkliflər bu gün Azərbaycanın tövlüyünü təmin elədi. Və mən qısaca olaraq yenə də ulu öndər haqqında çox danışmaq olar. Şərqiyə xanıma uğurlar arzulayıram. Yeni kitablarının
Davamını gözləyirik inşallah. Can sağlığı, uzun ömür. Sağ olun. Əvvəla hər kəsi, tədbir iştirakçılarının hər birini salamlayıram. Hər birimizə bugünkü gün Şərqiyə xanımın, eləcə də dahi liderin işığına yığılmışıq. Bu böyük bir məsuliyyətdir. Özümü təqdim edeyim ki, Fərqanə Məhiyyəddin qızı Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Dilçi Pilolov, Qızıl Qələm mükafatçısı, 1-ci dərəcəli Xuşudbanu medalının mükafatçısı, 1-ci dərəcəli xeyirxah işlərimə görə Həsən bəy Zərdabi, eyni zamanda Hacı Zeynalabdin Tağıyev medalının mükafatçısı, bəli, 8 kitab müəllifi, 40-dan çox elmi məqalənin rəhbəri, bir elmi monoqrafiyanın rəhbəri, Kanal F5-in təsisçi direktoru və Sənət Dünyası Nuru jurnalının təsisçi baş redaktoru. Biz bu günlərin bizim üçün həm məsuliyyətli gündür, həm də sevindirici gündür ki, bizim Respublikada belə mükəmməl, bizim Azərbaycanda dünya hökm oxuyan dahi liderimiz olur, ulu öndərimiz olur. Və bu günlərin deyərik ki, yeni Azərbaycanın qurulmasında, müstəqilliyində yalnız dahi liderimizin, həmişə yaşar liderimizin, Heydər Əliyevin əməyidir. Və elə bir sahə yoxdur ki, Respublikamızda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi, imzası, işi, əməyi olmasın. Və mən Şərqiyə xanımla ona görə fəxr edirəm ki, hər zaman bunu layiqincə önə çəkir. Hər birimiz bu dövlətin bir qurucusu kimi, bir yaradıcısı kimi, bir vətəndaşı kimi belə işləri həmişə irəli çəkmək, yazmaq, yaratmaq hər birimizin borcumuzdur. Və Heydər Əliyevdən bizə ən gözəl, böyük bir miras mı deyim, böyük bir şəxsiyyət mi deyim, bugünkü günü dünya liderlərinə, dünya meydan oxuyan, bizə o cürə oğul qoyan, dəmir yumruğun sahibi, bizim yenilməz, mərd, qalib xalqın qalib prezidenti İlham Əliyev cənablarını qoydu. Və bu böyük dəhi şəxsiyyətdən qalan arzuları biz bilirik ki, Heydər Əliyevin ən böyük müqəddəs arzusu alınmış torpaqlarımıza getmək olur. Hələ onun bir Novruz bayramında belə bir çıxışı var idi ki, özü də ağlaya, gözü yaşla dola-dola ulu öndərimiz dediyi kimi, biz qaydacağıq torpaqlara, biz Şuşaya da qaydacağıq, Qarabağa da, Füzuliyə, Zəngilana, çünki bunlar bizim torpağımızdır. Düzdür, Heydər Əliyevin özü qayıtmasa da, o torpaqlara qayıtmaq nəsib olmasa da, amma bugünkü günü Cənab İlham Əliyevin sayəsində və bizim gözəl anamız, bax burada oturub şəhid anamız, biz hər zaman bu şəhid analarımıza, eləcə də bizim qazilərimizə, sizə minnətdarıq. Hər zaman sizin qarşınızda biz baş əyərək, fəxrlə, müqəddəs yerimiz olan, ant məkan yerimiz olan siz anaların böyüklüyü, oğulların sayəsində və xalqımız bir dəmir yumruq elə belədən yaranmadı. Xalqımız yumruq kimi birləşərək düşmənin başına dəmir yumruğunu indirdi. Bu dəmir yumruğunun hər parçası bizim xalqımızın bir evladı, bir vətəndaşı oldu. Və mən bu günlərim doğrudan da Heydər Əliyevin bir sözünü xatırlamaq istəyirəm ki, mən fəxr edirəm, mən Azərbaycanlıyam və bugünkü günü hər birimiz fəxr etməliyik ki, doğrudan da biz Azərbaycanlı olmağımızla, çünki biz Azərbaycanlı olaraq dünya meydan oxuduq. 44 gün ərzində bütün dünya meydan oxuduq. Məhz şəhid ailələrimizin yetişdirdiyi, şəhid valideynlərimizin yetişdirdiyi o mərd oğlanların sayəsində. Mən şəhidlərin ruhu qarşısında baş əyirəm. Mən eləcə də bizim qazilərimiz, fərqi yoxdur. 93-cü il onlar da ilk missiyanı onlar aparıb və eləcə də 44 günlük qazilərimizə Allah can sağlığı versin, şəfa versin. Mən bir şey də vurğulamaq istəyirəm, əziz burada olan tədbir iştirakçıları. Bu günləri mən öz bir vətənpərvər xanım kimi hər zaman
çalışmışam ki, dövlətim üçün və bizim şəhid ailələri üçün, qazilərimiz üçün nəsə hər il bir yenilik edib. Və bu gün də böyük missiyanı yerinə yetirmişəm. Ayın 29-unda 4-cü günü kim istəsə gələ bilər. Saat 3-də bunu elan edeyim ki, Ulu Öndərimizin 102 illiyinə həsr olmuş Vətən Fatihləri layihəsidir. Bu layihə birinci film çəkilişidir və mən Kanal F5 olaraq şəhid bu 44 günlük müharibəmiz Tovuz hadisələrindən başladığına görə böyük bir Tovuz şəhidini götürmüşük. Aqil Aydınoğlu Məcidov haqqında kitab yazmışam. Kitabın senariyası əsasında düzdür, orada bizim böyük bir heyət çalışıb, orada 30 nəfər heyət çalışıb, dayanmadan bir il ərzində və sənətli film çəkilib və Heydər Əliyevə, Ulu Öndərimizə xüsusi buraxılış eləmişik. Bu bizim hansı ki Azərbaycan Respublika Veteranlar Təşkilatı binasında olacaq. Bu hərbi prokurorluqla üzbəyüzdür, bəli, hərbi prokurorluqla üzbəyüzdür. Orada həm filmin təqdimatı olacaq. Bu film Heydər Əliyevin 102 illiyinə həsr olunub və Heydər Əliyev Ulu Öndərimiz haqqında xüsusi buraxılışımız var və bundan başqa Vətən Fatihləri layihəsinin demək olar ki, start verdi. Starta da sizlər özləriniz gəlib təqdimatda iştirak edərsiniz və mən bunu elan elədim. Öz rəyinizi, bizim gördüyümüz iş haqqında fikirləriniz sizə qaldı. Bu bizim vətəndaşlıq borcumuzdur. 29-u 4-cü günü saat 3-də. Kim istəsə, hər biriniz ora dəvətlisiniz. Çox sağ olun. Şərqə xanıma da mən bir də onu vurğulayım ki, daha təəccüblənmirəm yeniliklərindən. Niyə təəccüblənmirəm? Artıq gözləyirəm də, elə Şərqə xanımla bir dənə mesaj gələndə bilirəm ki, nəsə orada bir yenilik olacaq. Ona görə Şərqə xanım, siz çox humanist, xeyirxah, çox işlərə imza atan, dayanmadan fəaliyyət, yüksək enerjiyə malik olan bir xanımsınız. Və mən arzu edirəm, sizin bu enerjiniz heç vaxt bitməsin. Hər zaman ölkəmizə, xalqımıza, dövlətimizə, prezidentimizə və Ulu Öndərimizin haqqında gözəl işlər yazıb yaradasınız. Təşəkkür edirəm, var olun. İndi isə bizim burada kiçik aşığımız var. Amma aşığa icazə vermədiyi üçün şeirini deyəcək. Onun sözü böyük. Çünki bunlar bizim gələcəyimizdir, bunlara vaxt vermək daha gözəldir. Buyurun. Mən də Heydər Əliyev şeir, mənzəmi yazılı şeiri deyirsəm. Dünyada baş oldun siyasətinlə, bir dünya yarattın məhəbbətinlə, cahanı mat qoydun cəsarətinlə, Koroğlu qeyrətli igid ərbabam. Cahanın rəyində igid ərbabam. Tarixçilər hələ çox yazacaqdır, qüdrətinə dünyamat qalacaqdır. Bu dünya durduqca yaşayacaqdır, xalqının rəyində bir Heydər babam, bizim dünyamıza bir rəhbər babam. Səninlə öyünür bu azad ellər, vəslini söyləyir söz tutan dillər. Vəslini söyləyir söz tutan dillər. Xalqımın ürəyində bir Heydər babam, bizim dünyamıza bir rəhbər babam. İndi isə sözü verdi İsmailov İsmail müəllimə. Buyurun. Özü-özünə təqdim edin. Mən birinci ilk öncə Yazıçılar Birliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Vətən Müharibəsi Veteranlar Təşkilatının, Respublika Vətən Müharibəsi Veteranlar Təşkilatının rəhbərliyi adından və eyni zamanda 120 min veteranın adından. Sağ olsun ki, Yazıçılar İttifaqı hər dəfə belə bir təqdimatı verir, rəhbərliyi nəzarətində saxlayır və bizləri, sizləri, hər birimizi bir-birimizdən görüşdürür. Və bugünkü gün təsadüfi hal deyil, bir ay yığışmamız əlbəttə ki, səbəbkarın Şərqə xanım. Siz tək indi yox, illər uzunu veteranların yaxın dostu olmuşsunuz. Hər bir veteran mən deyərdim ki, istər birinci Qarabağ, istər ki, mən bunlara ayırmaq istəmirəm, Vətən Müharibəsi veteranları, inan ki, sizin hər biri, necə deyirlər, böyük ürək sevgisi ilə qəbul edib bir yazar bacı kimi, bax belə deyərəm, yazar bacı kimi veteranlar üçün həmişə yanınızdadır, həmişə sizə dəstəkdirlər. Mən buradan sözdən istifadə edib öncə şəhid anamızı
mən burada minnətdarım, salamlarını çatdırıram. Nəinki bugün sizə, eyni zamanda Azərbaycanın bütün şəhid analarına özlərinin minnətdarlarımıza, əlbəttə ki, qarşınızda diz çökməyə, əllərinizdən öpməyə, özümüzə qürur hissi həmişə hiss etmişik və bu günlərdə o əqidədə, o mənada qalırıq. İlahi xanım, sizə də dərin minnətdarlığımızı bildiririk ki, belə gülər üzlə, içəri girəndə gülər üzlə qarşılamağımız veteranlara nə lazımdır? Ancaq belə deyək də diqqət. Ancaq diqqət. Mən burada... Mən özümün şəhid qızıyam. Lap yaxşı. Burada ağsaqqallar da var, yazarlar da var. Hamısını salamlayıram. Sizin kitabınıza da baxdıq, dərin minnətdarım. İşinizi görüb, ilk öncə inşallah ki, bizə də təqdim edirsiniz. Biz də onları oxuyarıq. Əlbəttə ki, çox sözlər deməli. Mehriban xanım, sizə də öz dərin minnətdarımı bildirirəm. Siz bizim əziz bacımızsınız, həmişə bizlərlə bir yerdəsiniz. Sizin kimi bacılarımız çoxdur bizim. Allah sizin hamınızı var eləsin. Şərqiyə xanım, mən sizə davamlı uğur arzu edirəm. Həmişə yanınızda yox. Başqa çox söz demək olar. Mən buradan Füzuli Rızaquluyevin salamı sizə çatdıram. Vətən Müharibəsi Veteranlar Təşkilatının sədridir, Respublika üzrə. Eyni zamanda qurumu olduğum hal-hazırda İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürüm Səbahi rayonunda Vətən Müharibəsi Təşkilatının Fəğan müəllim gələ bilmədi. Bayaq Mehriban xanım deyir ki, bayrama qaçışıb, bəli, Fəğan müəllim də başqa bir tədbirdədir. Onun başqa yolda hamımız hissə-hissə bölüşüb başqa tədbirlərə getmişik. Çox sözlər demək olar. Mənlə bu günləri burada Vətən oğlu Aslan müəllim də oturub burada. Yəni, müharibənin başlandığı gündən ta sonuna qədər iştirak eləmiş bir qəhrəmanımız var. Bura gələndə də Aslan müəllim deyir ki, valla mən o qədər qürur hissi duyuram ki, haradasa Ulu Öndər haqqında, haradasa nəsə yazılanda, nəsə deyiləndə, çünki mən balaca körpə vaxtından Ulu Öndərçi olmuşam. Və doğrudan da bu günləri Aslan müəllim arada oturub ofisdə bir söhbət eləyəndə də ikinci sözü, üçüncü sözü Heydər Əliyev almış. Allah əlbət çəkəni gəlir, rəhmət eləsin. Şərqiyə xanım, mən buradan sizə Moskvadan diasporaların üzvlərimizin, Azərbaycanlı qardaşlarımıza sizə salamlarını çatdırıram, sizi təbrik edirlər. Stavropoldan, Dərbətdən, Yaroslavdan, Leningraddan da, hər arada Sankt-Peterburqdan və eyni zamanda Yekaterinburqdan, Sverdlovskdən, Şıxlinski Şahinin adından diasporanın sədri, dünən mən onlarla danışıqlarım oldu, yəni müntəzəm onlarla danışıqlarım olur. Bəs sabah da Şərqiyə xanımın kitab təqdimatı da hamısı bir ağızdan təbrik edir və kitablarımızı gözləyirlər. Mən onları hamısını onlara göndərəcəm. Əlbəttə ki, bizim təyyarələr vasitəsilə bir dənə, iki dənə onlara göndərəcəm. Yəni, sizin nəinki Azərbaycanda, yəni Azərbaycanlıların elimizdən, olmamızdan da ittifaq səviyyəsində sizin adınız çəkilir və onlar sizin, mən belə fikirləşirəm ki, yəni bu kitabın davamı olar ki, Azərbaycanın xilaskarı bu günləri əlbəttə ki, bizim ulu öndərimiz Heydər Əliyevdir. Yəqin ikinci zildə İlham Əliyev ilə bağlı olacaq bizim Ali Baş Komandanımızdan. Yəqin ki, o kitablarda mən təqdimatın biz Moskvada keçirəcəyik inşallah. Mən ona sizə söz verirəm, diasporara daha təzə təyin olmuş səfirimiz də sizə salamlarını çatdırıb. Yəqin ki, bizim sizinlə onlarla görüşümüz olacaq. Mən dərin minnətdarımı bildirəm İlahi xanım, sizə də və sizin rəhbərinizə də. Çox sağ olun. Çox sağ olun. Mən qısa bir əlavə eləmək istəyirəm. Çünki burada mən danışmaq istəmirdim, ancaq məcbur oldum buna görə ki, yox. Burada yazarlar var, ona görə demək istəyirəm ki, mən müharibə devrindən bir danışmaq istəyirəm. Ağdərəni ikinci dəfə erməni hücum eləyəndə çox qanlı döyüşlər gedirdi. Nəcməddin qaçıb girmiş tərtərə oldu. O üçün xüsusi təyinatlılar, könüllülər qalmışdı Ağdərənin girəcəyində. Orada çox qanlı döyüşlər gedirdi. Mən yanında o uşağı gətirdik biz Zərdaba voyinkomata verdik. Orada şəhid olmuşdu. Minamyot qarnını aparmış, tutmuşdu belə. Mənə deyir ki, mən onu çıxarırım aşağı ki, aparsın bəlkə xilas oldu da. O deyir ki, mənə fikir vermə, qoy erməni yaxına gəlsin. Bu anıları yaşadıq. Mən yazarlara onu demək istəyirəm ki, elə bir tədbir hazırlayın, bir gün gedək, o döyüş səhnələrini canlı görəsiniz, biz orada deyək, siz onu qələmə alasınız. Bax, Bakıda oturub film çəkməyə nə var ki? Onu qanlı döyüş görmüş insanlarla gedib orada çəkmək lazımdır, orada yazmaq lazımdır, qələm almaq lazımdır. Burada isti kabinetlərdə oturub, keçboda fırlanıb dolananlarla əmələ gəlmədilər. Çox huzur istəyirəm, hamıdan çox huzur istəyirəm. Biz 6 ay Tovuz rayonunda çəkiliş eləmişik, döyüşlərdə. Mən həm 44 günlük müharibənin iştirakçısıyam, həm 92-ci ilin müharibənin iştirakçısıyam. Hansı ki? Yəni deməksən, burada canlı çəkmişik. Biz bilirsiniz, ona görə də ki, bizim, məsələn, bura hadı yaxından göstərə bilərsiniz, görsünlər. Bu 44 günlük müharibədir. Biz bu müharibələrin də iştirakçısıyıq. Bu da onların leşləridir, qiril olub, şərəfsizlər.
Yəni biz bu qanlı müharibəni yaşamış insanlardan o informasiyaları alsanız daha gözəl olar. Ona görə mən sizə həm də ki Qarabağ torpağını gözlük olarsınız, bu itirilmiş torpaqlarımızı. Mən inanırsam, mən Ömər Aşırımla aşırdım. Laçına 40 qız yaylağına gəlinə kimi hərbi strateji yolları mən çəkirdim 44 günü. Ora ki, mən lisən ekskavatorları qurdular, televizor göstərir. Oradan oraya gələnə kimi baxırdım torpaqlarımız tutarmır. Deyirlər 20% torpaq ki. Baxırlar, bu torpaq sabahdan Ömər Aşırımın aşağında oraya gedənə kimi axşam olur. Gedib tutarmaq olmur. Bizim torpaqların o qədər gözəl yaylıqlar, yerlərimiz, bulaqlarımız, sularımız. Yəni, mən onu demək istədim ki, bizim yazarlar, canlı yazılar oradan daha yeni bir ideyalar doğar, oradan daha qələminiz güclü ola bilər. Ona görə mən arzu edirəm ki, siz o torpaqlarda gələsiniz. Gələk sizin yanınıza. Oldu, sağ olun. Bu barədə ətraflı Milli Məclisin yanında Şəhidlər Xiyabanı ofisin şəhidlərindən üstündə bizim ofisimiz var. Gəlin bizim orada bir ağsaqqal sayımız üçün. Pirallah rayon təşkilatının sədriyəm mən. İndi isə Şanlı Azərbaycan Televiziyasının redaktor müavini Nəcibə xanıma söz verilir. Buyurun Nəcibə xanım. Xanımlar, bəylər, hər birinizi salamlayıram. Biz də Şərqə xanımın işığına toplaşmışıq kitabına. Xeyirli, uğurlu olsun, axarıncı olsun, həmişə bir yerdə olaq. Şərqə xanımı mən neçə illərdə tanıyıram, böyük hörmətim var Şərqə xanıma. Burada olan xanımları da neçəsini tanıyıram. Biz 15 ildir ki, jurnalistika sayəsində çalışırıq. Həmişə bir yerdə olaq, mehriban olaq. Hamının da qaziləri, şəhid anasını salamlayıram. Yenə də sizi təbrik edirəm. Şərqə xanım, xeyirli uğurlu olsun kitabınız. Axarıncı olsun. Salam aleyküm, alqışlayıram, şan sağlığı arzulayıram. Yəni ki, düzdür, mən yazıcı deyirəm, ondan bütün ədəbiyyatdır, incəsənətdir, yazıları izləyirəm, Azərbaycan xarici. Bu hamısı can sağlığı arzu edirəm. Bu sənətdə sizə uğurlar arzulayıram, can sağlığı. Allah ömür versin olmaza, can sağlığı. Allah köməyiniz olsun. Məni İlahə xanım dəvət elədi bura. İlahə xanım çağırırsa biz gəlməliyik. İlahə xanım baxma ki, qadındır, aslanın erkeği dişisi yoxdur. Biz İlahə xanım, Dilarə xanımı üzrə tanıyırıq. Dilarə xanım bizə əziz insandır. Ağamsan Ağayevin nəvəsidir. İnşallah ayın 5-də müşkil tədbir olacaq. Mən elə o ailə adından hamı sonra da tədbiri təşkilçisi gəlməyinizi istəyərdim görməsiniz orada. Sizin kitabınızın çıxmağını da o kitabı yazan insanlar bilir, başa düşür ki, kitab yazmaq nədir? Onun zəhməti, gözünün nuru, əziyyəti, onu yazmayan adama nə qədər desən, nə edirsən, o hissləri verənməzsən. Məktəbi oxuyursan, amma bilir praktika başa salır ki, sən nə oxumusan, nə eləmirsən. Mən bilirəm sizin oradakı zəhmətlərinizi, əziyyətlərinizi. Biz SSR-i dağılanda istirahətən Abrana gedirdik. Orada bizə deyirdilər ki, dəvəçidən bu yana keçməyir. Erməni deyirdik, Kürdən bu yana keçməyir. Buradan bir-iki nəfər baş qalxızdı, Salyandan bu yana keçməyir. Heydər Əliyevin gəlməyi ilə Navran 30 kilometrdir. Navranın axırında meşə ilə dənizin birləşən yeri var. Dünyada ikinci yerdir ki, meşə dənizlə birləşir, Bolqariyadan sonra. Orada uçil işlərin bazası var idi, proftek uçil işlərin bazası. Oradakı bizim vaiska yerləşdirildi. O soldatlarımız avtomatla o başa gedəndən sonra çox adamlar sakitləşdilər. Yəni, bizdə çox insanlar baş qalxızmışdı, qalacaqdı Bakı, Şamaxı. Qalan hamısı getməliydi. Mən sizi təbrik edirəm bu kitab münasibətinə. Əziyyət çəkmişsiniz. Allah köməyiniz olsun, axırı gəlsin, belə axarı gəlsin, necə deyərlər. Sağ olun, buradakı tədbir iştirakçıların hamının əziyyət çəkib, vaxtını ayırıb gəliblər. Hamımızı təbrik edirəm, belə bizim hamımızın bayramıdır. Başda şəhid anası, şəhidlər bizim başımızın tacıdır, bizim kişi kimi danışmağımıza, bayra çıxmağımıza, nəsə eləməyimizə. Mən 93-cü ildən sonra Azərbaycandan çıxmadım. Moskvada veriliş gedirdi, Vremya intervyu götürürdü Çeçen uşaqdan. 12-13 yaşında uşaq belində avtomat.
Vremyan jurnalisti soruşur ki, sən də vuruşucuysan. Deyir, əlbəttə mən Azərbaycanlı adam qaçım. Mən ondan sonra utandım. Düzdür, mən o vaxt Rəhim Qaziyev dedi, kim kişidir gəlsin. Getdim, Dabrovolni yazdım müharibəyə getməyə. Məni güclə düşürdülər avtobusdan ki, sən həmşərisən, pasportunda yaşıl. Ora getsən də sənə onsuz avtomat verməyəcəklər. Dedim, nə dəxli var, həmşəriyəm, Afrikanlıyam, Azərbaycanlıyam, demirsən kim kişidir, mən də gəlmişəm. Dedilər, getmə də, onsuz da sən orada povur zadı işləyəcəksən, avtomat verməyəcəklər. Qardaşlarımız indi getdi, onların pasportu var idi, Allah köməyimiz olsun, biz elə sizinlə fəxr edirik. Siz bizim ümid yerimiz, dayaq yerimiz, Allah köməyiniz olsun, Allah sizin də oğlunuza rəhmət eləsin. Bizim də qohumlardan Şamaxı, Cəlləbad, bir neçə şəhidlərimiz var. Mən özümü 20 yanvardan Şəhidlər Xiyabandakı misioner mənim qucağımda öldüm. Allah köməyiniz olsun. O şəhid mənim qucağımda öləndən sonra mən zərgər işləyirdim. İşi sənəti qoydum yerə, gördüm işləyəmirəm. Keçdim, başladım. Füzuli, Nəsimi, qəzəllər, şeirlər yazmağa. Bir 12 kitabım çıxıb. Allah köməyiniz olsun. Başınızı ağrıtdım, üzrlü sayın. Sağ olun. Xankəndi çıxanda mən dedim ona Allah rəhmət eləsin. O bir söz deyirdi. Deyirdi, ermənilər Qafqaza necə gəlib, vaxt gələcək, elə də gedəcək. Xankəndindən gedəndə mən ona rəhmət oxudum ki, bax, həmən iş baş tutur. İrəvan xanlığından da gedəcək. Ancaq ki, o uşağın Moskvada deməyi o bir şov, Rus yaratdığı bir şov idi. O erməni Rus yaratdığı şovdur ki, yəni bizim haqqımızdadır. O deyir ki, Azərbaycanlılar hələ müharibə qutarmır, Azərbaycanlılar özlərini göstərəcək. Bizim silahımız olmayan bir devirdə, bizim arxamızda heç kimi olmayanda, ordumuz olmayan. Azərbaycanda polis döyüşəndə 91-ci ildə, Çay kəndi biz boşaldanda Azərbaycan ordusu yox idi 91-ci ildə. 92-ci ildə ordu yarandı, 701 Şıxov batalyonu. Biz bunların hamısını yaşadıq. O bir uşağa o sözü dedirdi, bizi aşağılamaq, onu heç vaxt mən xahiş edirəm, deməyək və hallandırmayaq. Çünki ona görə ki, o erməni Rus şovinizminin bizi aşağılamaq siyasətinin nəticəsi idi. Bizdən çox xahiş edirəm. İndi isə sözü verək Qazi Azər müəllimə. Buyurun. Yenə siz öz-özünüzü Yazıçı araşdırması Rüfət Hüseyniyev ehtiyatlı olan zabit. Bizim büyük buraya gəlməyimizdən üzr istəyirəm. Yəni, səbəbkarımız, belə deyək ki, Şərqiyə xanım, onun işığına yarışmışıq, çox böyük fədakarlıq göstərdik bu kitabla onun sevgisindən irəli gəlir. Yəni, sevgi olan yerdə müddət olur. Ancaq Şərqiyə xanımla bizim tanışdığımızın səbəbkarı bu dilimizdir. Dedi ki, bəs belə çox vətənpərvər bir xanımımız var, biz sizi təşkil. Bəli. Yəni, tanış elədim, tanışlığına biz yeni bir ünvan, yeni bir qəhrəmanımızı, yəni sizləri tanıdıq. Çox sağ ol Şərqiyə xanım, bugün burada məclis iştirakçılarını siz elə seçmişsiniz ki, bütün zümrələrdən burada bizim hüquq mühafizə deyək, ondan sonra digər bir sahələr deyək, başda da şəhid anamız, yəni vətənpərvərlərimiz, yazıçılarımız, alimlərimiz, bunlar çox rəngarəngdir. Şərqiyə xanımın əmək fəaliyyətinə, belə tərcümə halına baxanda həm sevgidən, həm vətənpərvərlikdən, həm yazmaqdan, yəni ürək doludur. Çox üzr istəyirəm, bu estafetinin yəni sonunda bir addımlığında qalmış ki, bizim qanunverici orqanını təmsil olunmalı. Arzu edirəm ki, növbəti görüşümüz, bax sizi təbrik edək bir deputat kimi. Canınız sağ olsun. Amin. Orada görsək, inanmıram ki, orada Şərqiyə xanımda, sağ ol, telefon nömrəsini də dəyişər. Elə həmənki nömrədə də qalacaq. Çünki deputatlar seçiləndən sonra tapmaq olmur onları. Ancaq mən inanıram ki, Şərqiyə xanım, Şərqiyə xanım elə sizin deputatlardan olmayacaq. Deputatlardan olmayacaq və xalqının da istədiyi qədər, bu qədər ki, insanların arasında hörmət, izzət qazanır, onu daima axıra qədər yaşadacaq. Sağ olun, təbrik edirəm. Sağ olun. Salamlayıram. Gözlənilməz oldu. Mən çıxış eləməyəcəkdim. Baxmayaraq kitab təqdimatlarında iştirak edirəm. Şəhid anaları ilə, ümumiyyətlə, bizim veteranlarla, qazilərlə. Bugün də dəvət almışam. Şərqiyə xanımı da təbrik edirəm. Sonuncu dəfə sizin kitab təqdimatınızda İlham Əliyevin yanında olmuşam. Videolarımız da var. Davamlı olsun inşallah. Sağ olun. Sağ olun.
söyləyim ki, mən Şanlı Azərbaycan TV-nin həm də şöbə müdürüyəm. Ona görə Şərqiyə xanım mənə həvalə etdi. Bizim iki xanımımıza Şanlı Azərbaycan televiziyasının redaktor müavini Şahmərdanova Nəcibə xanıma vəsiqəni təqdim edirəm. Buyurun, anlatılmır. Məsud qızıdır, hə? Nəcibə Məsud, hə. Hə, bax, burada ki, belə vuruldu, buyurun. Familiyamız gəlişdir. Yox, peçat ki, vuruldu, üstünə, yaxşı bilmiyorum. Təbrik edirəm. Xeyirli olsun. Sağ olun. Şanlı Azərbaycan televiziyanın redaktoru Qərəcova Sənubər xanıma vəsiqəsini təqdim edirəm. Buyurun, Sənubər xanım. Buyurun, siz təqdim edin. Şərqiyə xanım özü. Hər birinizə təşəkkür edirəm. Əlbəttə ki, bütün sözlər deyildi. Mənim sözüm buradadır. Mən sözümü kitabla deyirəm. Heydər Əliyev Allah rəhmət eləsin. Məkanı cənnət olsun. İlham Əliyevə Allah bol-bol xeyir dua versin. O gördüyü işlərdə hər zaman irəli getsin. Mən Rəbdən onu deyirəm ki, hər zaman xeyir dualı olsun, getdiyi yerdə uğurlar qazansın. Çünki bizim prezidentimizin uğurları bizim uğurlarımızdır. Mən şəhid anamıza baş əyirəm. Qazilərə təşəkkür edirəm gəldiyi üçün. Şəhidlərimizin məkanı cənnət olsun. Allah Azərbaycanımızı, xalqımızı qorusun, xeyir dua versin. Qarşıdan gələn bayramlarımız mübarək olsun. Allah hər birinizə bol-bol xeyir dua versin. Hər birinizə təşəkkür edirəm. Mən çox danışmaq istəmirəm çünki vaxtımız bitib, indi deyəcəklər, oradan vaxtı bitib. Amma sözlər deyildi. Mənim sözüm də həm şeirimlə deyildi, həm kitabımla deyildi. Ona görə də ki, yazarın nədir sözü? Kitabıdır, şeiridir. Mən də sözümü şeirimlə, kitabımla deyirəm. Allah Heydərə və rəhmət eləsin. Qısa bir söz deyim. Mayın 10 günü mən ağ əkil düzəltdirib getmişdim şəhid xiyabana. Mənə dedilər, niyə ağ əkil? Dedim, çünki Heydər Əliyev bizə ağ günə çıxardı. Hər birimiz ağ günə çıxdığımız gün onun ruhu şad olsun deyirik. İndi isə icazə verin, mən bir 28 mayla bağlı sizə bir hadisə danışacağım. 90-cı ildə ilk dəfə 3 rəngli bayraq mayın 28-i dalğalandı Bakı şəhərində. O günü mən tarixdən imtahan verdim. Özdə ki, olimpiyadada da iştirak elədim. Səhər qəzetində də varam. Birinci yeri çıxmışdım. Həm də 3 rəngli bayrağı ilk dəfə qaldıran məktəbli mən idim. Gəldik, biz yürüyüş elədik. Milli Qurtuluş Partiyası idi, Azərbaycan Xalq Cəbhəsi. Neçə yerdən biz Bakının, Baksovetdən mənim atamla Milli Qurtuluşdan idi atam, xalq hərəkatında. Başqa partiyalar da gəldi. Biz birləşdik Şəhidlər Xiyabanının qarşısında. Mən onda 8-ci sinifi bitirmişdim. Səhv eləmirəmsə. Hə, 8-ci sinifi bitirmişdim. 14 yaşım var idi. Bayrağı qaldırdım, vayska durmuşdu, qoymurdu bizi ki, xiyabana girək. Şimdi yəqin ki, sizlərin yadında olacaq bu hadisə. Hə, demək, heç kimi qoymur, vayska dayanıb, atam gil gəlib, hamı indi cəmaat girmək istəyir ki, şəhidlərini ziyarət eləsin. Həmin ili 4 ay idi da şəhidlər xiyabanı olmuşdu, şəhidlərimiz 20 yanvarda. Biz də mayın 28-i yürüyüş elədik. Hə, gəldik, gördüm, mən də arıq qız idim. Tez əlimdə bayraq belə iki saldatın arasından girdim. Mənim girməyimə hələ ki, cəmaata belə cuşa gəldilər, girdilər. Bu yandan da Moskva qastinsasından korrespondentlər çəkirdilər axı bizə, izdiham idi da şəhərdə. Məlik Dayva idi, Çadrov da olurdu Sovetskidə, belə yaşlı kişiydi, ağsaqqal, o da Milli Qurtuluş Partiyasına. Dedi, ее снимайте, это наше будущее. Baxın, indi bu mənim, məsəl üçün, qanımda olubdu. Yəni, mən bir xanım, bir qız olaraq, o vaxt qız uşağı idim, 14 yaşım var idi, bugün bir nənəyəm də. Amma yenə də mənim qanımda həmin o vətənpərvərlik hissi var. Sözümü nəyə gətirirəm? Şərqiyə xanım Seyidova, o bir yazardı, o öz yazarlığı ilə öz vətənpərvərliyini nümayiş elətdirir. Mən indi bir cür, yəni hər birimiz bu torpağın könüllü əskərləriyik. Mən hər zaman özümüz üçün bunu deyirəm və hər birinizə qarşıdan gələn 28 may Cumhuriyyət günümüz münasibəti ilə təbrik edirəm və demək istəyirəm ki, sən bizimsən, bədəndə durduqca can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Təbrik
və bu işdə Şərqə xanım sizə uğur arzu edirəm ki, həmişə belə yazasınız, yaradasınız, qurasınız. Sizin vətənpərvər olmağınız hamımızın məlumatı çox gözəl bilir və biz bunları neçə illər biz tanıyırıq. Sizi inanıram ki, nailiyyətləriniz bundan da böyük geniş olacaq. Çox sağ olun, daha var olun, bir daha təbrik edin. Hər vaxtınız xeyir olsun, əziz dostlar və qonaqlar. Bu möhtəşəm gündə mən burada çıxış eləməyinə görə çox şadam, minnətdaram Şərqiyə xanım. Azərbaycanımızda belə yaradıcı, ziyalı insanların çox olmasını həmişə arzulamışam. Bir müəllim olaraq, bizim siyasətimiz, mədəniyyətimiz ikisi qoşa ayrılmaz bir hissədir. Mədəniyyətimizi siyasətimizlə, siyasətimizi mədəniyyətimizlə təmsil edirik. Bir neçə il öncə, hardasa 2001-ci illər olardı, mən televiziya önündə gözümlə görmüşəm. Necə təqdimatını elədiyimiz cənab mərhum Ulu Öndər Heydər Əliyevin çıxışlarını izlədim mən bir zaman. Orada bir Qubalı yaşlı kişi vardı, baba. Dedi ki, mənim məcburi köçkünəm, evladım ödənişli məktəblərdə, universitetlərdə oxuyur, ödəyə bilmirəm. Hər bir sahədə Ulu Öndərimizin izi var, onun rolu var böyük. Həmin ildən məcburi köçkünlərin hər biri bütün dövlət müəssisələrində pulsuz, ödənişsiz təhsil almağa davam etdilər. Eləcə də mənim özüm məcburi köçkün olaraq 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində tələb olanda ödənişli ixtisasa düşmüşdüm. 5 il təhsil aldım və ödənişsiz aldım. Bu sözümdə bir tarixdir. Necə ki, Qubalı baba dediyi kimi, bir tarixə düşdüyü kimi, indi mənim də bu çıxışım Qızqayıt Gəlbəcərli olaraq bir tarixə düşən bir imzadır. Çünki mən bəzən kövrək notlarım çoxdur, heç birinizi kövrətmək istəməzdim. Ona görə ki, biz uşaq yaşlarımızdan Kəlbəcərdə məcburi köçkün düşmüşük. Dediniz kimi, bu mənfur yağların işğal nəticəsində 11 yaşımdan həm vətənimi itirmişəm, həmi 15 yaşımdan yəni valideynimi itirmişəm. Mənim üçün çox ağır nüanslardır ki, toxunuram. Çünki mən heç vaxt ağlıma gətirməzdim ki, mən ali təhsil ala biləm, özdəki dövlət müəssisəsində pulsuz. Orada baxmayaraq mən qabiliyyətdən ən yüksək bal toplamışdım. Testdən də balım birinci testdən keçirdi, sonra qabiliyyətdən. Amma yenə də orada Ulu Öndərimizin bir böyük rolu var idi ki, mən orada çox az miqdarda ödəniş eləyə bilərdim, nəysə yol haqqı xərcim ola bilərdi. Mən orada təhsili pulsuz, ödənişsiz 5 il aldım. Bu çıxışım az öncə də dedim, həqiqətən hər bir insanlara örnəkdir. İnsanlar var ki, universitetdən qovulur, deyir ki, oxuya bilmədi də, çox var, hadisələr çoxdur, məhkəməyə düşür, şikayətlərə düşür. Hamısının arxasında böyük valideyni durur, böyük bir nəsli kökü durur ki, bu insan oxusun, irəli çıxsın. Amma təəssüflər olsun ki, çox gənclərimiz var, beyin var, bu dünyanı insan beyni idarə edir. Dinimizi də, əqidəmizi də, elmimizi də, hamısını insan beyni, insan şüuru idarə edir. Bu insanın beyni, şüuru Allah Taala yaradıb, funksiyası ən yüksək ali müxtara şəfiyyətinə malikdirsə, bu hər bir şey edə bilər insan beyni. Yəni, o uşağın imkanı yoxdur ki, hansısa bir ixtisas üzrə, hansısa sahə üzrə təhsil alsın, gələcəkdə sizi kimi bir böyük, ziyalı bir insan olsun. Uşaq evlərində olur, çoxsu, atası, anası olur, xəstə olur, təhsil ala bilmir. Sözümü onunla vurulamaq istəyirəm ki, elə gənclərimizə dəstək olun. Biri mənim özüməm. Çox ağır həyat tərzi keçirmişəm. Mənim çünki bəxtimə düşür qaçqınlıq, köçkünlük, valideynini itirmək, nə bilim, yəni yaxınlarımızı itkin şəhidlər kimi sıralarında bu mənim bəxtimə düşübdür. Amma çox arzulayıram ki, bütün gənclərə dəstək olasınız. Mənim xatirimdə, burada çox çıxış eləmişəm. Qəni Allah rəhmət eləsin. Musa Yaqub mənim kitabıma baxdı, mənə rəy verdi, Yazıçılar Birliyinə üzv olmağa. Oqtay Rıza müəllim,
Bir çoxlarını deyirəm, Allah ruhlarını şad eləsin dünya köçənlərə, qalanlara can sağlığı. Onlar mənə çox dəstək olurdu, mənəvi cəhətdən. Mənəvi cəhətdən o mənim üçün böyük rol idi. Oktay Rza hər dəfə məni görəndə deyirdi, elə bilirəm sən mənim balamsan, nəvəmsən. İndi bugün dünyadan köçüb onun izi qalır. Nə olsun, yaradıcılığı bir yana, insanlığı, mənəvi həyatı bir yana. O mənim həyatımda qızıl hərflərlə yazılıb. Oktay Rza, mənim yaradıcılıq günümdə də çıxış eləyibdi. Həmin yazıcı insanlar. Yəni, burada mən o çıxışlarımı çox etmişəm. Ki, belə oldu, həyatımda bunları keçdim. İndi mənim burada az öncə də bir şagirdim var, mən ona çox dəstək oluram, həqiqi mənada. Hər yerə, mənəvi cəhətdən də, yeri gələndə hər cəhətdən kömək dəstək oluram. Bu gənclərə qayğı olmaq, yəni bir şeirimdə də az öncə var idi, deyir, səninlə öyünür bu gənc nəsillər, səninlə öyünür. Bu gənc nəsillər, qayğınla böyüyür bu gənc nəsillər. Vəsbini söz tutan dillər. Deyir, bizim dünyamıza bir rəhbər babam, bizim dünyamıza peyğəmbər babam. O sözü ona görə vurğulamışdım ki, hər bir sahədə qayğısı ilə gənclər böyüyür, onun təbliğatı ilə hər cəhətdən yararlanırıq. Bu günümüzdə çox şükürlər olsun, baxmayaraq 3 dənə şeir kitabı yazmışam, hamısı qəhrəmanlıqdandır, vətənpərvərlikdəndir. Hər birini burada mən yaradıcılığım deyil ki, mən onu açam, bütün izləyicilərə, tarixə bir yaddaşa həkk olunsun deyə. Hər birini inşallah arzulayıram, mən də onu sizə Şərqiyyə xanım kimi çatdıracam. Gənclərimizə, yəni günümüzə şükür dedi Şərqiyyə xanım, Zəhər bayramımızı yazdıq, qələbə çaldıq. Biz bütün dünya üzrə qələbə xalq kimi, insanların, necə deyim, Azərbaycan deyəndə bütün dünya tanıyır. Qələbə deyəndə, Türk dünyası deyəndə bütün insanlar ayağa qalxır. Buna mən fəxr edirəm. Ulu öndərimizin bir sözü var idi, deyirdi ki, mən fəxr edirəm, həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam, yenə də fəxr edirəm Azərbaycanlıyam. Bugünkü günü bu sözü fəxr edirəm. Yox, mən fəxr edirəm Azərbaycanlıyam, deyəndə alqışdır. Dalını davam edə bilərsin. Çox sağ olun. Bu qədər danışdım, inşallah arzulayıram ki, bu mənim bir elin qərib qızı kitabı kimi. Şeir dedi o arada. O bir bəndin dedi. Çıxış elədi, arada şeir dedi, arada yenə sözə keçdi. Bir dünyada baş oldun siyasətinlə, bir dünya yaratdın məhəbbətinlə, cahanı mat qoydun cəsarətinlə, Koroğlu qeyrətli igid əl babam, bizim dünyamıza peyğəmbər babam. Tarixçilər hələ çox yazacaqdır 2008-də. Qüdrətinə dünya mat qalacaqdır. Bu dünya durduqca yaşayacaqdır. Xalqın ürəyində bir Heydər babam, bizim dünyamıza bir rəhbər babam. Düzəltdin çox əyri gedən yolları, saxladın günahsız axan qanları, sındırdın xəyanət olan qolları, xalqın dar günündə bir sipər babam, bizim dünyamıza bir rəhbər babam. Ümidi pənahı sənsən xalqın da, çatdın imdadına hər bir anında, nə qədər can vardı mənim canımda, gələcəm səcdənə, Pir Heydər babam, bizim dünyamıza bir rəhbər babam. Səninlə öyünür bu azad ellər, qayğınla böyüyür bu gənc nəsillər, vəsfini söz deyir, vəsfini söylər, söz tutan dillər. Xalqımın dayağı, sən Heydər babam, bizim dünyamıza bir rəhbər babam. Vətənim yetirib Heydər Təkoğlu, yurdum qalmayacaq sinəsi dağlı, qız qayıt saz sözlə adına bağlı, yazır dastanını Sir Heydər babam, bizim dünyamıza bir rəhbər babam. Sağ olun. Məncə biz məclisimizi artıq bağlayırıq. Hər birinizə təşəkkür edirəm. Amma yığışarım bura dəyər, masada bir iki şəkil çəkdirək. Olar.